Kur'an'da kızların ərə getmə yaşı var. Neçə yaşda o? Rüşd yaşıdır. Neçə? Rüşd. Rüşd. Nə deməkdir? Rüşd nə deməkdir? O deməkdir ki, bir qız ya da bir oğlan ona verilən sərvəti, malı xərcləyib ailəsini idarə edə bilərsə, o rüşd yaşına çatır. Diqqət elə, sonra fikir verin. Aha. Deyə bilər ki, müəllim, niyə konkret yaş göstərməyib? 15, 16, 17. Orada var ki, həddi buluğa çatmış, yaşı çatmış. Yox, büluğ başqa şeydir. O namaz yaşı ayrı. Mən rüşd yaşı deyirəm. Bu Nisa surəsindədir. Niyə konkret yaşı qoymayıb? Çünki hər insanın rüşd yaşı fərqlidir. Sevinç xanım 18 yaşında ailəsini idarə etmək yetənəyinə sahib ola bilər. Zəki bir xanımdır. Pulunu da xərcləyər, ailəsində çəkər, çevirər, dolandırar. Elə adam var 80 yaş var, rüşd yaşına çatmır. Heç ömür sonuna qədər çatmayan. Peki bunu necə müəyyənləyəcək? Bax, Quran ayəni söyləyirəm sizə. Nisa surəsi. Hər kəs oxusun evində. Deyirlər Quranda evlilik yaşı yoxdur. Var, rüşd yaşı. Allah buyurur ki, diqqət edin Sevinç xanım. Hər şeyi göstərib bu Quran. Deyir onlara sınayın. Necə sınayın? Yəni biz qızımızı sınayacağıq, görək ki, bu evi idarə edə bilər mi? Qız sizin də evdə bilirsiniz ki, mənim bu qızım sabah ərə getsə, bu evini idarə edə bilərmi? Bu doğa bilərmi? Bu uşaq saxlaya bilərmi? Ailəsinin ərinin sərvətini çəkib, çevirib, ailəsini dolandırarmı? Bunu sınamaq çətin bir şeydir. 9 yaşında, 10 yaşında, 12 yaşında, 13 yaşında, 14 yaşında qızın bunları eləmə imkanı yoxdur axı. Yoxdur, əlbəttə yoxdur. Bax, Allah deyir ki, rüşd yaşında ərə geçsinlər. Rüşd yaşına çatdığında sınayın. Sınayın. Ki, hələ sınayın. Bəli. Demir ki, rüşd yaşına çatdığında. Xeyr, sına gör, rüşd yaşına çatıb yoxsa yox. Biz bunu bilmirik. Götürüb qızları 13 yaşında ərə veririk. Üstəlik bunu Allah'ın əmri kimi insanlara deyirik. Deyir, Allah deyir ki, Peyğəmbər görmürsən, utanmadan, qızarmadan deyir ki, Peyğəmbər Ayşənin 9 yaşında evlənir. Sevinç xanım, Allah'ın Resulü, Allah'ın qoyduğu qanuna zidd hərəkət etməz. Heç vaxt. Allah deyir, rüşd yaşında evlən, Peyğəmbər 9 yaşında qızla evlənib. Yox, utanmırsan. Və ateistlərin? Bax, Əhməd Ağaoğlu bir dənə məqalə yazıb. Mən bütün xanımların onu oxumasını istəyirəm. Mən o məqalə... Oxumuşam onu, sizin səhifənizdə paylaşmışdınız, səhv etmirəmsə. Adı belədir, İslamiyyətdə qadın. Bəli, bəli. Orada Əhməd Ağaoğlu Sevinç xanım qadınlara deyir ki, bu kişilər sizin öz hüquqlarınızı, Allah'ın sizə verdiyi hüquqlarınızı bilmələrini istəmirlər. Çünki sizi istismar eləyirlər. Ona görə xahiş edir ki, ey xanımlar, savadlanın, oxuyun, görün ki, Allah siz nə hüquq verir. Sonra da deyir ki, bu hüquqlar onu tələb eləyir. Ona görə baxın, dində biz Quranımızı, mən belə deyirəm, Azərbaycana Quran mərkəzli bir din anlayışı gətirəcəyik. Məzhəb mərkəzli yox. Allah Quranda buyurur ki, Sevinç xanım,